Salam, hər həftənin çərşənbə axşamı saat 16:30-da Real TV-də Mədəniyyət 2040 efirdədir və bugün də Mədəniyyət, Azərbaycan Mədəniyyəti 2040 konsepsiyasını qonağımızla müzakirə edəcəyik. Qonağımız isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Elmi Metodiki Mərkəzin Strateji Təhlil Sektorunun müdiri Dağlar Yusifdir. Dağlar müəllim, xoş gəlmişsiniz. Əlbəttə, konsepsiya çox şaxəlidir və konsepsiyanın əhatə etdiyi istiqamətlər var, amma istəyərdik ki, ilk növbədə bu konsepsiyanın ümumi bir mənzərəsini təqdim edək ki, bu konsepsiya Azərbaycan mədəniyyətində yaxın 15 il ərzində nələri dəyişmək iqtidarındadır? Deməli, təbii ki, bu konsepsiya çox mürəkkəb və çox əhatəli bir formada hazırlanmışdır. Bilirik ki, ölkəmizdə və dünyada olan yeni reallıqlar ki var, bunları mütləq biz əhatə eləməli öz qanunvericiliyimizlə də. Yəni, mədəniyyətlə yaxından tanış olanda görürük ki, o qədər məsələlər var ki, köhnə qanunvericilikdə, yəni zaman hər gün dəyişir və yeni ehtiyaclar əmələ gəlir. Və burada mən şəxsən bir analiz eləyəndə bunu və 3 əsas prioritet, istiqamət və perspektiv təyin elədim özüm üçün. Bunlardan birincisi uzaq perspektivdir ki, yəni uzun və mürəkkəb bir iş getməlidir ki, hər şeydən əvvəl toplumun mədəni şuuru zənginləşsin və mədəniyyət həmin o toplumun mədəni şuuru deyilən platformanın üzərində qalsın və qidalansın. İkinci məsələ konkret kadr potensialının yüksəldilməsidir. Yəni bilirsiniz ki, incəsənət və mədəniyyət insan resursuna, insanın qəlbinə və beyninə, ruhuna dayanan, xüsusən yaradıcılıq, ruhuna dayanan bir istiqamətdir. Və buna görə də insan resursunun burada inkişaf etdirilməsi hər şeydən daha vacibdir. Ona görə də kadr potensialının yüksəldilməsi, kadr istehsal edən, kadr axınını təyin edən qurumlarla iş, bu orta perspektiv adlandıra bilərik. Bir də ən yaxın perspektiv bu dəqiqəki mədəniyyət ocaqları ilə, mədəniyyət müəssisələri ilə konkret və təxirəsalınmaz işin aparılmasıdır ki, bu bizim üçün ən yaxın perspektivdir. Və bu günün özündə bilirsiniz ki, 6 əsas istiqamət var. Bu mədəniyyət konsepsiyası 6 əsas istiqaməti müəyyən edir və əsas məqsəd, burada çox qəribə bir məsələ var. Bilirsiniz, mədəniyyət həm bəşəri bir şeydir. Eyni zamanda mədəniyyət bir fərdin, toplumun, belə deyək, kültürel gigiyenasıdır, onun ruhudur. Təbii. Yəni bu həm bir toplumun intim bir ruhu olmaqla yanaşı, eyni zamanda bütün bəşəriyyətə oxunaqlı olmalıdır. Ona görə də burada bizim dünyaya inteqrasiya, müasir dünyaya inteqrasiya yanaşı eyni zamanda qloballaşan və o domino peçi deyirlər də, həmin o peçdə bir-birinə qarışan dünya, qloballaşan dünyada öz fərdiyyətimizi, öz mədəni fərdiyyətimizi qoruyub saxlamaq. Bax, həm qloballaşmaq, həm ümumilli olmaq, yəni daha doğrusu oxunaqlı olmaq bütün dünya üçün, eyni zamanda da öz fərdiyyətimizi, fərdi keyfiyyətlərimizi, mədəni keyfiyyətlərimizi qoruyub saxlamaq. Bu əsas konsepsiya. Bax, sizin peşənizlə bağlı sual vermək istəyirəm və teatrşünassınız. Təbii ki, bax, bu konsepsiyanın yaxın 15 il ərzində nəzərdə tutduğu istiqamətlərdə teatr fəaliyyəti də var, mədəniyyətin ayrılmaz hissəsi kimi. Nə çatmır bugün bizim teatrımızda sizcə? Bu konsepsiya nələri dəyişə bilər? Sizin suallarınızın hərəsi bir konferans mövzusudur. Ona görə mənim üçün çətindir o suallara cavabı formülə eləmək. Amma deyim də sizə. Bax, bayaqdan elə məsəl üçün dediyimiz kimi ən böyük məsələlərdən biri sırf bir yaradıcı şəxsiyyətin formalaşması üçün hər şeydən əvvəl birinci ailə, təhsil. Ən önəmli məsələ təhsil. Biz 4 illi aktyor olmaq mümkün deyil. Yəni, biz hər şeydən əvvəl məsəl üçün elə xalqlar var ki, onlar övladı deyir ki, mən kino rejissoru oluram, atanın övlada ən birinci hədiyyəsi kino aparat olur. Yəni, uşağı əvvəldən yönləndirmək, bu çox önemli. Məsəl üçün, bu gün mən çox sevinirəm. Biz yaxın vaxtlarda, yaxın keçmişdə Azərbaycan İncəsənət Məktəbi adlı bir qurumla mənim layihə rəhbəri olduğum bir teatr uşaq tamaşaları festivalı elədik. Yəni, Nazirliyin mədəniyyət evləri var, məktəblərin tərkibində mədəniyyət klubları var. Bax, bizə çox maraqlı oldu ki, orada necə bir proses gedir. Və mən gördüm ki, nə qədər istedadlı uşaqlar var. Və bu uşaqlar üçün bunu çox eləmək lazımdır. Çünki sabah, bax, bu uşaqlar İncəsənət Universitetinə gələndə artıq onların beynində bir 3 dənə festival, bilirsiniz nə deməkdir? Bir dəfə səhnəyə çıxmaq insanın içini bilirsiniz nə boyda genişləndirir. Bax, məsəl üçün, birinci prioritet uşaqlarla düzgün mədəniyyət siyasətini onlara şamil etməkdir. Mənim əqidəmə görə ən birinci məsələ
o 3-6 və ondan sonraki yetkinlik dövrünə qədər olan yaş prosesində insanların düzgün şuurunda düzgün mədəniyyət platformasını formalaşdırmaqdır hər şeydən əvvəl. Çünki bu gün müəyyən, məsəl üçün o gün biz tədbirdə idik, Qərbi Azərbaycanla bağlı mədəniyyət. Bəli. Yəni yol əslində mədəniyyətlə gedilir. Yəni müharibə, döyüşmək bu nəticədir. Amma ora gedən yol nədir? Ora gedən yol ancaq mədəniyyətdir. Ona görə də biz bu gün hər şeydən əvvəl, məsəl üçün bizim ən böyük sənətkarlarımız dram dərnəyindən çıxır. Lütfi Məmmədboyevun dram dərnəyindən, Lütfi Məmmədboyevun dram dərnəyindən, filankəsin dram dərnəyindən. Çünki uşaqlıqdan artıq insanı yönəltmək və onlarda bu platformanı yaratmaq çox önəmlidir. Tamam, təşəkkür edirik studiyamıza gəldiyinizə və vaxt imkanları çərçivəsində təbii ki, mövzunu davam etdirdiyinizə görə minnətdarıq. Bəli, Azərbaycan Mədəniyyəti 2040 efirdə idi və studiyamızın qonağı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyindəki Elmi Metodiki Mərkəzin strateji araşdırmalar sektorunun müdiri Dağlar Yusif idi. Bizim isə müzakirələrimiz hər həftənin çərşənbə axşamı saat 16:30-da Real TV-də davam edəcək. Salamat qalın.